Azərbaycanda Novruz bayramı ərəfəsində qeyd olunan ilaxır çərşənbələrdən birincisi su çərşənbəsi keçirilir. Xalq inanclarına görə su yaradılışın ilk ünsuru sayıldığı üçün ilk çərşənbə məhz suya həsr olunur və təbiətin oyanışını simvolizə edir. Bugün sübh çağı axar sudan götürülən təzə suyun şəfa gətirdiyinə inanılır. İnsanlar yenilənmə rəmzi kimi bir-birinə su səpirlər. Novruzun müjdə gətirəni olan su çərşənbəsi ilə təbiət qış yuxusundan ayılır, buzlar əriyir və sular yenidən canlanır. Bugün sadəcə təqvim günü deyil, həm də paklıq və bolluq rəmzidir. İnsanlar hələ dan yeri sökülməmiş axar suyun üstünə gedir, oradan gətirilən təzə suyun min bir dərdə dərman olduğuna inanırlar. Həmin gün bir-birinə su səpmək və ya suyun üzərindən atılmaq, insanın üzərindəki ağırlığı, uğursuzluğu yuyub aparmaq mənasına gəlir. Süfrələrə mütləq su qoyulur, suyun daşması isə həmin ilin bərəkətli keçəcəyinə işarə edir. Məhz bu çərşənbədə qalanan ilk tonqallarla qışın dondurucu soyuğu rəsmi olaraq geridə qalır. Qarşıda bizi daha 3 maraqlı çərşənbə gözləyir. Od, yel və nəhayət böyük təntənə ilə qeyd olunan torpaq çərşənbəsi. Martın 20-sində isə yazın rəsmi gəlişi ilə əsl bayram başlayacaq. Bölgə TV su çərşənbəsi münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik edir. Evinizə bolluq və ruzi bərəkət arzulayırıq.